Salam, hörmətli şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün 3 rəqəmli ədədlərin 2 rəqəmli ədədlərə vurulması mövzusunun izahını sizə verəcəm. Əziz şagirdlər, əvvəlcə gəlin nəzər yetirək 2 rəqəmli ədəd hissəsinə, yəni 19-a. Biz burada nəyə görə 19-u seçəcəyik? Deməli, vurarkən ikinci ədədin köməyi ilə vurmaya başlayacağıq. Gəlin əvvəlcə baxaq. 19-un təkliyi, yəni 9-u əvvəlcə birinci ədədin, yəni 228-in təkliyinə, sonra onluğuna, daha sonra minliyinə vurub sıra ilə yazacağıq. İndi gəlin baxaq. 9-u 8-ə vuranda edir 72. 2 yazırıq, 7 yadda qalır. 9-u indi 2-yə vururuq. 18 edir. Üzərinə yadda saxladığımız 7-ni gəlirik, 25 edir. 5 yazırıq, 2, indi də 2 yadda qalır. Saxlayırıq 2 yadda. 9-u indi də birinci ədədin minliyinə vururuq. 9 dəfə 2, 18, o da 2, bu da edir 20. İndi isə başlayırıq. İkinci ədədin onluq hissəsinə, yəni 1. İkinci ədədin onluğunda hansı rəqəm durur? 1 rəqəmi. İndi də sırayla 1-i əvvəlcə birinci rəqəmin təkliyinə, sonra onluğuna, sonra da minliyinə sırayla vurub aşağıdan yazacağıq. Yazmağa gəldikdə isə niyə 2-nin altından deyil, 5-in altından yazırıq? Çünki 1 onluq mərtəbəsində yerləşir və biz onu yuxarıdakı ədədə vurduğumuz halda, təqdirdə mütləq onluğun altından yazmalıyıq. İndi başlayaq. 1-i vururuq 8-ə. Edir 8. 1-i vururuq 2-yə ardıcıl olaraq. Edir 2. Burada hər bir ədədi fikir vermək lazımdır ki, 8-i yazdım mən 2052 ədədinin onluğunun altında. Yəni 5-in altında. Onluq mərtəbəsində hansı rəqəmdə durub? 5 rəqəmi durub. Sonra 1-i 2-yə vurdum. Bu 2-ni yazdım, belə deyək də, yüzlük mərtəbəsinin altında. Yəni alt-alta yazmağa diqqət yetirməliyik. İndi daha sonra 1-i vururam digər 2-yə. Bu da edir 2. Bunu da yazıram 2052 ədədinin minlik mərtəbəsinin altında sırayla. Alt-alta yazılmağa diqqət edəcəksiniz. İndi isə verilənləri toplayıram. Burada heç bir şey yoxdur. Təsəvvür edək ki, orada 0 yazılıb. 0 üstəgəl 2, 2. 5 üstəgəl 8, 13. 3 yazırıq 1 yadda. 2 o da 1, 3. 2 o da 2, 4 edir. Beləliklə 228 ədədini 19-a vuranda 4332 alırıq. Gəlin növbəti ədədlərin hasilinə baxaq. Yenə eni ilə ikinci ədədimizin təkliyindən başlayırıq. Yuxarıda verilmiş 345 ədədinin əvvəlcə təkliyinə, sonra onluğuna, daha sonra yüzlüyünə vuracağıq. 2 dəfə 1, 2. 2 dəfə 4, 8. 2 dəfə 3, 6. Daha sonra başlayırıq 3-ü vurmağa. Yenə 3 onluq mərtəbəsində durduğuna görə biz bir ədəd sola sürüşürük. Yəni başlayacaq 8-in altından yazmağa. 3 vurulsun 1, 3. 3 vurulsun 4, 12, 2, 1 yadda. 3 vurulsun 3, 9, o da 1 edir 10. Diqqət yetirmək lazımdır ki, hər biri ardıcıl şəkildə, belə deyək də, hər biri bir rəqəmin altında olsun. Yəni, onu bir yerdə yazmaq olmaz. Ədədlərin alt-alta yazılışına fikir verəcəksiniz. Burada 2-nin altında heç nə yoxdur. Deməli, 0-dır. 2 o da 0, 2. 8-in üzərinə 3 gələndə 11, 11 yazırıq 1, 1 yazırıq 1 yadda. Yəni, təkliyini yazıram, onluğu yadda qalır. 6-nın üzərinə 2 gələndə 8 edir. 8-in üzərinə 1 gələndə 9 edir. Daha sonra onun üzərində heç bir fikir verirsinizsə, onun üzərində heç bir ədəd yoxdur. Yəni, bura 0 nəzərdə tutulub. Və onu aşağıya bu şəkildə gətiririk. Hasil 10.912 alınır. Digərinə keçirəm. Yenə olduğu kimi başlayıram. 1-i vururam 4-ə 4. 1 dəfə 3, 3. 1 dəfə 7, 7. İndi də 3 vururam 4-ə 12, 2, 1 yadda. 3 dəfə 3, 9, o da 1, 10, 0, 1 yadda. 3 dəfə 7, 21. 21-in burada fikir verirsinizsə, mən
3 dəfə 3. 3-ü 3-ə vurdum. 9. 9-un üzərinə 1 gəldim. 10. Onun təklik hissəsində hansı ədəd durub? Məsələn, 10. 10 ədədi düşünün. Təkliyi 0-dır. Onluğu 1-dir. Aydındır? Ona görə burada yazırıq 10. Alt ata yazılmağa mütləq fikir verin. Boş hissələr qalanda unutmayın ki, ora biz 0 əlavə eləyəcəyik. İndi toplayırıq. 5, 7 və 1. Budur. 3 rəqəmli ədədin 2 rəqəmli ədədə vurulması qaydası ilə tanış oldunuz, əziz şagirdlər. Mütləq şəkildə qaydaya riayət edin. Verdiyim izaha təkrar baxın. Mütləq vuranda, yəni məsələn, hər hansı bir vuruğu digər bir vuruğa vuranda, məsələn, 54-ü vuranda, məsələn, 6-ya, burada 6 dəfə 4, 24 edirsə, biz 24-ün təkliyini yazırıq, onluğu yadda qalır. Onluğu 2-dir, 2 yadda qaldı. 6 dəfə 5, 30 edir və həmin 30-un üzərinə bu yadda saxladığımız 2-ni gəlirik. Bu da edir 32. Uşaqların ən çox səhv etdiyi, ən çox diqqətsizlik etdiyi məqam onluğu yazıb təkliyi yaddaşa verməkdir. Yəni, məsələn, 25 ədədini vururam 3-ə, 3 dəfə 5, 15 edir, 1-i yazır, 5-i yadda saxlayır. Bu, qətiyyən düzgün deyil, əziz şagirdlər. Mütləq şəkildə 5-i yazırıq, təkliyi yazırıq, onluğu yadda saxlayırıq. 3 dəfə 2, 6, digər ədədə vurandan sonra bunu da üzərinə gəlirik. 6 da 1, 7. Və mütləq şəkildə bir də nəzərinizə onu çatdırım ki, belə deyək də, bu cür vurmalarda 3 dəfə 5, 15, 5, 1 ya da 3 dəfə 2, 6 da 1, 7, 75. Bir də nəyə nəzər yetirməyinizi istəyirdim mən. Mütləq şəkildə nəzərə alın ki, belə deyək də, qaydanı mütləq şəkildə yadınızda saxlayın. Həmçinin təkrar tapşırıqları yazın ki, yadınızdan çıxmasın. Yəni, bu tapşırıqlar sizin beyninizə həkk olunsun. Və bundan əlavə də mütləq təklik və onluq hissəsini öyrənin. Qeyd etdiyim məsələ ondan ibarətdir ki, siz bunu artıq 1-ci sinifdən öyrənirsiniz. Məsələn, 155 ədədinin təklik mərtəbəsində 5 təklik, onluq mərtəbəsində 5 onluq, yüzlük mərtəbəsində 1 yüzlük vardır. Yəni, burada çətinlik çəkirsinizsə əgər, artıq bu sizin aşağı sinif, 1-ci sinif biliyinizin aşağı olması, zəif olması səbəbindən qaynaqlanır. Yəni, mütləq şəkildə təkliklər, onluqlar mövzusunu xatırlayın. Mən deyəndə ki, 543-ü vururam 7-yə, 7 dəfə 3, 21 eləyir, 21-in təkliyini yazıram, onluğu yadda qalır deyəndə, siz artıq 2-ni yazıb 1-i yadda saxlayırsınızsa, deməli, sizin təklik, onluqla bağlı probleminiz var. 7 dəfə 3, 21, 1, 2 yadda, 7 dəfə 4, 28, o da üzərinə gələndə 2, 30, 0 yazıram, 3 yadda, 7 dəfə 5, 35, üzərinə də bu 3-ü gəlirəm, 38, deməli, alındı bizdə 3801. Mütləq təklik, onluqları təkrar edin, oldu.